Bugün Səlyan rayon Sarıban kənd şəhidi İsmailov Cavad Asifoğlu'nun 5-ci il dönümüdür. Şəhidimiz vətənimizin azadlığı bütövrü uğrunda şəhid olub. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Sevgili qonaqlar, hörmətli şəhid ailələri, şəhid qardaşları. Bugün yenidən biz sizinlə birlikdə kəndimizdə, Sarvan kəndimizdə Sarvan şəhidlərinin xatirəsinə olan xiyabandayıq. Bugün bura yığışmamızın məqsədi torpaqlarımızın azadlığı uğrunda 44 günlük müharibədə şəhid olan kəndimizin 16-cı şəhidi Cavad İsmailov'un bu günləri torpağa tapşırdığı gündür. Zəfər paradında Cavadımız da iştirak edib. Və bu bizim üçün bir fəxr idi. Bunun şəhidimizin tərcümə halına baxın. O paradda iştirak edir. Yenidən əskəri xidmətini çəkməlidir, bilirsiniz. Yenidən ora qayıdır, xidmət edir. Yenə də sürücü İKAP adlı bir maşın var. Sizler bilirsiniz, hamımız bilirik de. O maşının sürücüsü olur. Onunla birlikte neçə hərbiçi yol sürüşəcək olur və maşın palçıqdan sürüşüb mina olan əraziyə düşür və o partlayış nəticəsində bizim balamız şəhid olur. Ruhi şad olsun. Cavad çox şən adam idi, şən uşaq idi. Gənc idi, yeniyetmə idi. Onun kasetləri fırlanır bəndi, sosial şəbəkələrdə. Toylardakı rəqsi, məktəbdəki şeir deməkləri, şeirə marağı, insanlığa marağı, yaşayışa marağı, həvəsi böyük bir eşq idi. Və bilirsiniz ki, ailənin o Asif Zinəv ailəsində qız uşaqları çoxdur və o balaların, qızların yeganə qəhrəman balası. Bu ad nə qədər doğmadır, əzizi Cavad. O qədər onun o müəllim olaraq, həmşəmlisi olaraq, həqiqətən onun yenə də deyin o xoş çöhrəsi, gülüşü, şeirə marağı. Mən də şeir dediyimdən, o da şeir deyirdi. Həvəsi var idi ki, biz onu həvəsləndirirdik. Ruhu şad olsun və bu günləri onun atası, anası Ziniyət, Allah onlara ömür versin, nəvələrin inşallah xeyirlər olsun. Bu iki balamız, mənim şagirdlərim, Azərbaycan telemekanının ayrı-ayrı verilişlərində, ATV kanalında, Dünya TV kanallarında çıxış ediblər. Valla, o qədər vətənə bağlı el var mənim, bunlar çıxış ediblər. Yəni adam belə bilir ki, o Ciniyyət balamız ana, nə bir mali təhsillidir, ya bu hardan bildi. Orada o Zahir Baxşələ və müsaade verəndə Asif birdən qaydasan ki, torpaq üçün alış, yan, ömür olsun Şiravan, 16 şəhidi ilə qəhrəman kənddir Sarvan. Bu batını dedi orada. Ha, dedim sən Asif, neynədi orada? Deyir ki, olsun, bu bizim kənddir də. Bu kəndimizin adını mən orada yaşatmalıyam. Asif, sən bol-bol səbir hazırlıq. Mən şagirdimiz Zinət adamı çatdım. Allah Azərbaycan xalqına, Azərbaycan dövlətini var eləsin. Allah sizə simvuzda bütün şəhid valideynlərinə səbir versin. Azərbaycanın bütün bölgələrində, bütün şəhidlərin ruhlarını Allah şad eləsin. Qazilərimizə, veteranlarımıza Allah'tan can sağlığı arzulayıram. İnşallah o gün olsun, içkin balalarımız var, tapılsınlar. Bizdən də dərddən böyük dərdi var, bizdən də dərdli valideynlər var. Onlar da içkinlərin valideynlərdir. Allah onlara səbir versin sonunu. Yani o gün olsun, onların da sədası gəlsin o içkinlərimizin. Düşmənlərimizə Allah lənət eləsin.
Bizi həqiqətən də bu qələbəni qazandıran yalnız şəhidlərimiz, qazilərimiz, veteranlarımız. Qələbə yalnız onlara aiddir. Onların ruhları Allah şad eləsin şəhid balalarımızın. Qazilərimizə, veteranlarımıza dönə-dönə Allahdan can sağlığı arzulayıram. Yəni mən çox istəyərdim ki, elə bu qazilərimizi, veteranlarımızı necə o canlı şəhid balalarımızın şahidləri kimi tanıtdıraq, tanınsınlar. Onlar da belə məclislərdə danışsınlar, söz desinlər, dualar eləsinlər. Allah onlara can sağlığı versin. Onlara baxıb həqiqətən də adam təsəlli tapır ki, bizim belə igid qəhrəman oğullarımız olub. Nə deyim, Asifəmi, bir daha Allah sizə, bütün şəhid valideynlərinə Allah səbri versin. Amin, amin. Allah'ın ruhu şad olsun, can şəhiddən Allah məqamını daha da ucundan eləsin. Allah şəhid valideynlərin ruhunu səbir versin. Şəhid valideynlərinə, analarına, atalarına, yaxınlarına Allah çətinliklər bundan sonra bizlərə göstərməsin. Amin. Allah rəhmət etsin. Allah şərif versin. Allah kömək, Allah rəhmət etsin. Allah rəhmət etsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah şəhid valideynlərinə, atalarına, analarına çoxlu səbir versin. Allah özünə üç günü elinizə olanı heç kimə göstərməsin. Amin. Allah rəhmət Ruhları cəm şəhidlərimizin ruhları şad olsun. Allah rəhmət etsin. Allah rəhmət versin. Allah o dünyalarını versin. Cəm şəhidlərimizə Allah rəhmət versin. Amin. Allah cəm şəhidlərimizə rəhmət etsin. Ruhları şad olsun. Məkanları cənnət olsun. Allah bütün şəhid ailələrinə səbir özünü versin. Amin. Allah çoxlu səbir versin. Allah ruhunu şad etsin. Amin. Allah sana səbir versin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnətlərdir, husus. Yüz olsun məqamları. Amin. Qarşılarında başarılı. Başarımız başarı. Allah səbir versin. Allah ruhları şad etsin. Allah rəhmət etsin. Allah səbir versin. Allah kömək. Amin. Məkanları cənnət olsun bütün şəhidlərin. Amin. Bir də Azərbaycana şəhid xəbəri gəlməsin. Cəm şəhidlərimizə rəhmət eləsin əmi. Bizim şəhiddə başda olmaqla bizim yoldaşımız olub, qardaşımız olub, sirdaşımız olub. Həqiqətən də çox gözəl döyüşçü, çox gözəl yoldaş, sirdaş, silahdaş, yəni əvəzsiz bir insan olub. Allah ona rəhmət eləsin. Biz də öz hərbi hissəmiz adından, öz yoldaşlarımız adından sizə səbir diləyirik. Allahdan rəhmət diləyirik. Nə qədər ki canımızda can, qanımızda qan var, şəhidlərimizin, şəhid ailələrimizin, bütün şəhidlərimizin adını həmişə çalışmışıq, uca tutaq və tutmağa da çalışırıq Allahın köməkliyi ilə. Allah sizin canınızı sağ eləsin, Allah bütün şəhidlərə də yəni rəhmət eləsin, valideynlərinə başsağlığı, səbir diləyirik inşallah. Yoluna su səpim, göz yaşı sıxım. Çəkməndə torpaq var, torpaq bir sıxım. Bir əskər çəkməni köksümə sıxım. Çəkməsində çiçək bitən şəhidim. İgid poladımla hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın. Bayrağa bürünüb ötən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çiçəkləndi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandı. Sən elə vətənsən, vətən şəhidim. Allah razı olsun. Hamımıza öz təşəkkürümü bildirirəm. Allah bu balaca balalarımızı qorusun. Allah heç kimin evinə şəhid xəbəri gətirməsin. Hamımıza can sağlığı arzu edirəm. Bütün müəllim kollektivinə, gələn qonaqlara öz təşəkkürümü bildirirəm. Allah bütün şəhidimizin, kəndimizin 16-cı şəhididir. Çox təəssüflər olsun ki, böyük arzuları var idi. Yaxşı gələcək gözləyirdik. Qismət ilahi. Allah düşmənə nəhlət eləsin. Bugünkü gündə uşaq haqqında danışmaq çox çətindir. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şad olsun, adın daim yaşasın.
Ağlamır sərət, baxır torpağa. Çünki bilir, oğlu uyuyur rahat. Hər damla göz yaşı çevirirdi. Şəhid anasının ürəyi qanasın. Sən hər zaman üzü axsan şəhidim. Torpağımız qəlbimizdə dalğanacaq. O üç rəngli bayrağımız. Üzünü üzmə can anam. Oğuldur fəryad etmə sən anam. Məni sevənlərə həsrət qoymuşam. Zirvəyə qalxmışam, şəhid olmuşam. Oğul sənə deyəcəyim var mənim. Başını dik tutub sən məğrur dayan. Qoy düşmənlər doğu getdi deməsin. Qəm kədər qəddini heç vaxt əyməsin. Zirvəyə qalxmışam, şəhid olmuşam. Vətənimiz uğrunda bizim canı fəda verib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Hər kəsə məlumdur ki, bu günləri müharibə bitdikdən sonra oğlum Xocaman istiqamətində idarə etdiyi hərbi pikapla Tanqali Nəminəyə düşdü. Komandirləri ilə bərabər şəhidlik zirvəsinə ucaldılar. Əvvəla Allah bütün şəhidlərimizi rəhmət eləsin. Hamısı silaha sarılıb vətənin müdafiəsinə qalxdılar. Bütün şəhidlərimizin ruhu şad olsun. Mən bir ana olaraq onların qarşısında, müqəddəs ruh qarşısında baş əyirəm. Burada oturan dəyərli xanımlar var, dəyərli şəhid analar var. Onlar hər biri evindən bir qəhrəman yola salıb. Allah bu bütün analarımıza səbir versin. Şəhid balalarımızın ruhu şad olsun. Allah hərbiçilərimizi, əskərlərimizi qorusun. Bütün qonaqlarıma xoş gəldim deyirəm. Allah canlarına dəyməsin, ayaqlarına sağlıq, əllərinə sağlıq, ağızlarına sağlıq. Allah köməkləri olsun. Allah Elgün müəllimə də can sağlığı versin. Allah rəhmət eləsin. Bütün şəhid anası qarşısında baş əyirik.